Durduğumuz bu yer 1918-ci ildə ermənilərin Şilyanda törətdiyi hadisəyə şahidlik etdiyi yerdir. ...1918-ci il 31 mart Azərbaycanın bir çox bölgələrində törədilən bu cinayət hadisələri artıq Kürdəmirdə də vüsət almışdır. Belə ki, Sığırlıda, Karrarda, Qarasaqqallıda və Qarabucaqda ermənilərin bu vəhşilikləri davam etdirilirdi. Növbə Şilyanın idi. Anar bəy, düşmən kəndə daxil olanda kənddə hər hansı bir müqavimətlə üzləşdi? Kənd yaşlıların dediyinə görə ermənilər kəndə daxil olarkən bir ailədə faciə törətmişlər və kənd cəmaatı bunların gəlişindən əvvəlcədən xəbərdar idilər. Ona görə qocaları, uşaqları, qadınları tərəcə qayıqlarda Qara su nohrunda gizlətmişdilər. Bildiyimiz kimi o dövrdə bu ərazilər Qara su nohru ilə əhatə olunmuşdu. Burada göl var idi, o vaxt su var idi. Bəli, burada geniş miqyaslı su hövzəsi var idi. Həm də ki, ərazinin o vaxtki coğrafi çətinlikləri də var idi da, suyun içində döyüş gedirdi. Təbii, bəli. Onca lap çətin olardı orada döyüş. Bəli, çətin idi və ermənilər nabələd idilər. Anar bəy, Türk ordusu bildiyimiz kimi gəlmişdi, Azərbaycan köməyə gəlmişdi həmən illərdə. Nuru Paşa komandanlığı altında ordu gəlmişdi bura. O, həmən bu Şilyan kəndinə gəlmişdi olar, yoxsa? Bəli, həmin ərəfədə Nuru Paşa Gəncədə qətliamı yatızdırmaq üçün Gəncədə idi öz qoşunu ilə. Qafqaz müsəlman batalyonu ilə və onlar dərhal ermənilərin Kürdəmirdə törətdiyi hadisələrdən xəbərdar olaraq öz qoşunu ilə Gəncədən yola düşmüşdü və Müsüssü stansiyasında düşərək ermənilərin bir qrup dəstəsi ilə orada da üz-üzə gəlib döyüşmüşdülər. Paşa onda Gəncədə olur. Bəli. Gəncədə xəbər eşidir ki, ermənilər Kürdəmirə basqın edib Şilyan kəndinə. Nəinki Şilyanda, həmçinin Kürdəmir kəndlərinə basqın edib. O xəbər orada eşidir və gəlir Kürdəmir. Bəli, Kürdəmirə gələrkən onlar erməni dəstələri ilə Müsüssü stansiyasında qarşılaşırlar və çətinliklə də olsa onları susdururlar. Bir dəstə əskərini məhz Nuru Paşa Şilyana göndərir. Şilyanların dadına çatmaqdan ötürü Şilyana göndərilir və onlara yerli könüllü dəstə də qoşularaq ermənilərlə Şilyanda döyüşə girirlər. Bu gün də bu ərazi erməni batan yer kimi adlanır. Şilyan faciəsi də digər faciələrdən geri qalmayaraq yaddaşımıza həkk olunmuşdu.